Sualda deyilir, üfüqi müstəvi üzərində 30 metr/saniyə sürətlə K nöqtəsindən keçən cisim tarazlıqda olan yaya dəyərək yayı maksimum x qədər sıxır. Yolun KL arası sürtünməlidir. Sürtünmə əmsalı da 0,5-dir. Yayın sıxılma miqdarı nə qədərdir? Gəlin cismin başlanğıcda malik olduğu enerjini tapaq. Bu kinetik enerjidir. mv kvadratı bölü 2 ilə onu təyin eləyə bilərik. Kütləsi 2-dir, sürəti 30, olacaq 900 joule. Və bu sürtünməli yolda o enerjisinin bir hissəsini itirəcək. Gəlin itən enerjini tapaq. A bərabərdir, F sürtünmə vurulsun S. F sürtünməni yerinə də müMC yazaq. Mü'nü verib 0,5, kütlə 2 kiloqramdır, J 10'dur, məsafə də 10 metrdir. Bu da olacaq 100 joule. Deməli, 900'ün 100'ünü itirəcək. Sürtünmə qüvvəsinin işinə sərf olunacaq. 800 joule-la gələcək bura. Və o enerjini də verəcək yaya, yay sıxılacaq. Yəni, cismin kinetik enerjisi yayın potensial enerjisinə sərf olunacaq. 800 bərabərdir K x kvadratı böl 2. Bizdən də x-i soruşur. X də bərabər olacaq kökün altında 2 vur 800 böl K-nın da qiyməti 100'dür. Buradan da kökdə 16'dan 4 çıxır.